Yağışlı və qarlı hava şəraitində avtomobil idarə edən sürücülər üçün şüşə silənlərin işlək vəziyyətdə olması həyati əhəmiyyət daşıyır. Lakin bəzi texniki nasazlıqlar sürücüləri cərimə riski ilə üz-üzə qoya bilir. Bəs ön və arxa şüşə silənlərin işləməməsi hansı hallarda inzibati məsuliyyət yaradır və sürücünün cərimə gözləyirmi? Bölgə TV-nin məlumatına görə mövzu ilə bağlı mediaya danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, ön şüşə silgəcinin işləməməsi qanunvericilikdə birbaşa inzibati xəta kimi nəzərdə tutulur. İnzibati xətalar məcəlləsinin 342-ci maddəsinin 5-ci bəndinə əsasən ön şüşə silgəci nasaz olan avtomobillərin idarə edilməsi qadağandır və bu halda sürücü cərimə oluna bilər. Hüquqşünas qeyd edib ki, minik avtomobillər və xüsusi təyinatlı nəqliyyat vasitələrinin hamısında ön şüşə silgəci mütləq işlək vəziyyətdə olmalıdır. Əks halda sürücüyə 50 manat məbləğində cərimə tətbiq edilir. Arxa şüşə silgəci ilə bağlı məsələ isə daha çox avtomobilin texniki məsuliyyətlərindən asılıdır və qanunvericiliklə ön şüşə silgəci qədər sərt tələblər tənzimlənmir. Buna görə də əsas məsuliyyət ön şüşə silgəcinin işlək vəziyyətdə saxlanılması ilə bağlıdır. Rəna Rövşənqızı, BTV.